Bugün kitablarım, böyük həvəslə qoşulan, ədəbiyyat müəllifləri, nümayəndələrini, ürəkdən təbrik edirəm. Qarşıda gələn yeni iliniz sizə uğurlu olsun, şüfərli olsun, temiz dolu günlər arzulayıram. Hoş gəlmişsiniz əziz dostlar. Bayramınız mübarək olsun. Hər birinizi təbrik edirəm. Sağ olun. Əziz qonaqlar, əziz qrup iştirakçıları, qrup üzvləri, sizi bu gözəl gün münasibətilə təbrik edirik. Sizin gözəl ki, hamımız bura yığışmışıq, bir ailə kimi və sizi qarşıdan gələn yeni bir bayram münasibətilə ürəkdən təbrik edirik, nasiblərinizləri zadından. Neçə belə gözəl illərə çıxasıq, ən birinci növbədə can sağlığınızı edirik. Çünki can sağlığı olan yerdə hər şey var. Ona görə hamımıza uğurlar arzu edirik, hamımıza yaradığın uğurları arzu edirik və arzu edirik yeni ildə yeni əsərlər yaradasınız, yeni sərgilərdə iştirak edirsiniz və həmişə də birlikdə olan. Hamımıza uğurlar arzu edirik. Amin. Təbrik öncəsiniz sizləri bizim bugünüz və sabahımızdır, öz canlarını təbrik etdik, istəyini şərfəmizin ruhunu, Azərbaycan dininin sədəli altında almağa dəvət edir. Hər kəs ayılmaqdadır. Allah səni sərdən zəhmət etsin, amin. Yeni evin təxərin ağzına xoş gəlmişsiniz. Bayramınız mübarək olsun. İndi də siz iştirakçılarınızda kim istəyirsə, yaxınlaşır, sizin qrupu mahnısını ifa edəcək.
Evet, teşekkürler. Sağ olun. Bakın cənabı. Hörmətli qonaqlar, imza sözlərimiz Leylanla İnsan Müəssisəsinin doçenti Sahibən Mirfatman Mirabadiyan. Alqışlayın. Salam. Əziz gözəl ruhlu insanlar. Hoş gelmişsiniz. Hayatın akarında bunu da gördüm. Tanımadığım, bilmediğim ve güzel ruhlu insanlardan bugün 26. ili ve aynı zamanda Həmrəylik günü qeyd edirik. Necə gözəl bir bu. Heç ağlımızdan beri geçmezdi. Burada o kadar samimi, o kadar kişiden böyüye samimiyet var ki, ben onu belki de şair olsam da ifade edebilmem. Bu ümit körül meselesidir, o kinolarda demişken. Hamımızı tebrik edirəm. Odur ki, dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə çünki bugün biz Həmrə eğitimində baxışlarımızda, həyatımızda, gözəl naxışlarımızda yəni burada oturanların demək olar ki 50%'den çoxu rəssamdır və başqa İslam sahibləri də var amma əslimiz budur. Ona görə sizin naxışlarınız yəni ki bizim dünyamızı renkliyir. Ona göre biz sizinle hemrenk olmuşuz. Allah sizleri var eylesin. Güzel keçirin 26. İnşallah gelen ili bu vakti arzu edirəm ki bundan da büyük ailemiz olsun. Bundan da güzel ruhlarda, sergilerimizde İstenilen süreyi isteyen, gönlümüzden geçen bütün arzularımızda sizinle birlikte olan. Her şey var olun. Sağ olun. Çok oldu, teşekkür ederim. Söz yerine savunmuş Meşhur Ressam Meriç Mehmet Hanım'a. Meriç Hanım hoş geldiniz. İnsan gelmeden insan mentalini, o insan mentalini çağır takmıyor. Sayın Hanım hoş geldiniz. Her bir salamıyla bu yeni ilimi genelde karşımızdan gelen yeni ilde her birinde yaratılan arzularıyla uğurlar ve can sağlığı. Ve her fotoğrafik müellimimizin yanımızda olması daha bizim için bir var ve yeni sergiler, hakim ve rehberliğiyle naklerimiz. Evet, her birinde gururlu günler. Hiçbirimizin sesinde keder görünmüyor. Ve bu günlerin bir kederli de olsa, memleketten bu vakti, belki de peynayalı kazası olmuştu ve oradan böyle finale kahramanca helak olan ve o deməli tarihte ilk sefeydik bizi orada TR'de kalan insanlar çıktı ve onların sayesinde ve onların ruhuna bir de geldik yad edeceğiz. Allah rahmet eylesin. Evet, sağ olun.
Təsəvvür komitəsi, rəssam pedaqoq, yəni rəssam olması gedir. Çok teşekkür ederim. İnsan sözleri, emektar rəssamın gibi, heveskar müğənnilə rəssam İsmail Əskərov. Alkışlar yoktur da. Alkışlar. Akşamınız hayır olsun, her gün salamlıyorum. Gerçekten teşekkür ederim. Bu mekanın yapımına göre. Aslında gelen bayramın kendisi yanlıydı. Annemler ki her zaman Yazay'ın ailesi gelip uzman. Hepsi bile özellikler uydular. Kulağımız bol olsun her daim. Her zaman da başımızın sünnetini ol. Allah sana can sağlık etsin. İşte sayesinde büyük göbek etsin. Her zaman bile. Mesken olar, videolar, mehriban olar. Hamımız şeyden tercih edilen hoş geldin. Hamımız. Sağ olun. Çok teşekkür ederim. Sevgili Sözlerimiz, sizlerimiz, Dövlət Təhsil Qayası müəllimi Yenigül Həsənova. Yenigül xanım, xoş gəlmişsiniz. Alkışlayın. Ben de herkese sağlamayla, her gün hoş geldiniz. Artık böyle teşekkür ediyorum. Böyle güzel insanların karşısında olur. Karşıdan gelen kişinin mahvolduğu, herkese umur getirsin. En azından telefonumuzda can sağlığı. Yeminimiz mübarek olsun. Çok teşekkür ederim.
Əziz tədbir iştirakçıları, şimdi biz böyle bir olgu geçirdik. Yani ki açıklaması odur ki, size paylaşılan her bir kağıt ve karanlık vasıtasıyla siz yanınızda oturan dostunuzun dostluk sahibisiniz. Ve altında bir bakacağız ki bir geçtik. İngilizdən səhnəyə bütün mükafatlarımızı gözəl dəstəklər ifadımız Güranay Hüseynovun büyük alqışlarımızla səhnəyə dəvət edilir. Alqışlayalım. Hoş geldiniz Güranay Hanım. Bayramınız mübarək.